Bir daha salam çanqan sürənlərə. Deməli, çanqan sürənlərin məncə, yəni bütün yeni çanqan sürənlərin rastlaşdığı problemlərdən də biri odur ki, bu yan güzgüləri necə idarə etmək lazımdır. Bunun idarə etməsi çox sadədir əslində. Sadəcə mən özüm də bilmirdim. Sadəcə özüm araşdırandan sonra, belə axtarıb tapandan sonra bildim. Deməli, ekranı sürüşdürürsünüz sağ tərəfə. Ekranı sürüşdürəndən sonra burada gördüyünüz kimi bu birinci olanı basırsınız. Birinci basanda deməli, sükanda sol, bu sol güzgünü tənzimləmək üçündür. Bu sağ tərəf isə sağ güzgünü tənzimləmək üçündür. Bu gördüyünüz isə sağ tərəfdəki, bu deməli maşın revers olan zaman, yəni gördüyünüz kimi baxın aşağıya doğru. Baxın indi önə keçirəm, öz avtomatik dəyişir. Arxanı dəyişdirmək üçün, yəni reversdə olan zaman tənzimləməni özünüz seçməniz üçün bu sağ tərəfdəkini basan kimi o artıq normalda hansı polojeniyadaydı onu göstərməyə çalışır. Bunu da elə gördüyünüz kimi buradan özünüz basıb dəyişdirə bilirsiniz. Baxın. Bu qədər sadə.